Kofein baş ağrılarını azaldır. Baş ağrıları demək olar ki, hər kəsin həyatında qarşılaşdığı yayğın problemdir. Britaniyanın Milli Miqren Mərkəzinin həkimi Dr. Katie Monro bildirir ki, əksər hallarda baş ağrıları ciddi xəstəliklərin əlaməti deyil. Lakin ilk və ya ən güclü baş ağrısı yaşanarsa, mütləq həkimə müraciət edilməlidir. Baş ağrılarının səbəbini anlamaq üçün gündəlik tutmaq faydalıdır. Nə vaxt və nə edərkən ağrı başlayıb, nə yemisiniz və içmisiniz, yuxu keyfiyyəti, hava şəraiti və qadınlarda menstrual dövrə nəzarət almaq tövsiyə olunur. Həkimlər qeydləri sadə saxlayaraq ağrının gününüzə təsirinin 1-dən 10-a qədər qiymətləndirməyə məsləhət görür. Dr. Monro bildirir ki, kofein kiçik miqdarda ağrı kəsicilərin təsirini artırır, amma gündəlik çox istifadəsi baş ağrısına səbəb ola bilər və qəfil dayandırma geri çəkilmə ağrısına yol açır. Qidalanma da önəmlidir. Yeməkləri vaxtında və doğru kaloridə yeməkdə baş ağrılarına təsir eləyir. Səhərlər idman, yaxşı yuxu, stressin idarəsi və kifayət qədər maye qəbul etmək də əsas qoruyucu vasitədir. Dr. Monro baş ağrılarında kodin tərkibli ağrı kəsicilərdən qaçmağı tövsiyə edir, çünki onlar baş ağrısını daha tez-tez təkrarlada və simptomları gücləndirə bilər. Ağrı kəsicilər həftədə 2 gündən çox istifadə edilməməlidir. Əks halda geri dönüş ağrıları riski artır.